Övladım dərslərinə tam diqqətini verə bilmir. Dayanmadan müəllimələrindən mənə şikayət gəlir. Başı var, amma oxumur deyirsinizsə, o zaman buradakı bu video məhz sizlər üçündür. Mən uzman klinik neyropsixoloq Nəzrin Tağızadə. Bugün diqqət dağınıqlığı olan uşaqlarımızda onun təyinatı, eyni zamanda müdaxilə prosedurundan danışacağam. Diqqət dağınıqlığı olan uşaqların ilkin olaraq klinik qiymətləndirilməsi vacib amillərdən birisi hesab olunur. Klinik qiymətləndirmə uşaq yeniyetmə psixiatrı tərəfindən və klinik psixoloqun MOXO testini tətbiq etməsi ilə başlanılır. MOXO testi 15 dəqiqə davam edən 6 yaşından yuxarı hər bir şəxsə tətbiq etdiyimiz testdir. Test diqqət dağınıqlığı, zamanlama problemi, impulsivlik və hiperreaktivlik səviyyəsinin yaş normalarına uyğun olaraqdan hansı səviyyədə pozulduğunu təyin etməyimizə kömək edir. Reabilitasiya və uyğun olaraq da müdaxilə planları isə psixoterapevtik və neyropsixoloji təməlli olan Attention proqramı üzərindən irəliləməkdədir. Attention proqramında 15 sessiya davam edən uşaqların diqqət toplama bacarıqlarının təkrarən geri qazanılması, eyni zamanda impulsivlikləri, həmçinin zamanlama problemlərinin də aradan qaldırılması üçün təyin olunan metodumuzdur. Attention proqramında iştirak edən uşaqlarımız sessiyanın sonunda təkrar MOXO testinə cəlb olunur. Bu testin nəticələrində gözlə görülən fərqlər ortaya çıxır. Əgər sizin övladınızda diqqət dağınıqlığı, impulsivlik, hiperaktivlik kimi problemlər varsa, bunun həll yolu doğru klinik qiymətləndirmədən və doğru müdaxilə proqramından keçməkdədir.